Salam. Bugün biz internet dünyasının gizli təhlükələrindən, phishing və sosial mühəndislikdən danışacağıq. Phishing, kiber cinayətkarların sizin şifrə və şəxsi məlumatlarınızı ələ keçirmək üçün qurduğu rəqəmsal tələdir. Onlar sizə tanış saytlara bənzəyən saxta linklər göndərərək aldatmağa çalışırlar. Sosial mühəndislik isə texnologiyadan daha çox insan psixologiyasına əsaslanan manipulyasiya usuludur. Cinayətkarlar çox vaxt sizi qorxudaraq və ya tələsdirərək düşünmədən addım atmağınıza səbəb olurlar. Məsələn, hesabınız bloklanıb kimi saxta mesajlarla sosial media giriş məlumatlarınızı istəyə bilərlər. Qorunmaq üçün hər hansı linkə daxil olmazdan əvvəl ünvanın doğruluğunu və göndərəni mütləq yoxlayın. Həmişə 2-faktorlu təsdiqləməni aktiv saxlayın. Bu, hesabınız üçün əlavə zireh rolunu oynayır. Sahibli bir halla qarşılaşsanız, dərhal valideynlərinizə və ya müəllimlərinizə xəbər verin. Unutmayın, rəqəmsal dünyada təhlükəsizlik sizin diqqətinizdən başlayır. Həmişə ayıq-sayıq olun.